Salam, mən biologiya müəllimi Şəmsi Seyidbəyli. Bugün sizə dim test toplusu 2-ci hissədən çoxalma inşa mövzusunun 40-cı sualının izahını verəcəm. 40-cı sualda bizə nə deyilir? Bətində oğlan uşağı olan bir qadındır və 3-cü aydır. İlkin cinsi hüceyrəsinin sayı A. Uşaqlığın əzələ hüceyrəsində, B. Sarı cisim hüceyrəsində, C. Dölün göbək ciyəsi hüceyrəsində isə D ilə işarə edib cinsi xromosomları və bizdən soruşur ki, veriləndən hansında cinsi xromosomlar XX-dir. Yəni uşaqlar, biz bilirik ki, qadınlarda 46 bərabərdir 44 plus üstəgəlinsin XX, kişilərdə isə 46 bərabərdir 44 üstəgəlinsin XY. Yəni bizdən qadının hüceyrəsini soruşduğu üçün, baxın, XX, yəni biz anaya məxsus olanları götürəcəyik. Çünki bətində oğlan uşağı var və biz oğlana aid olan cinsiyyət xromosomlarını götürməyəcəyik. Baxaq, ilkin cinsi hüceyrəsində A-dır. Uşaqlar, ilkin cinsi hüceyrəsi yetişmə zonasına girəndə daxil olanda 2N-lə daxil olur. 2N-imiz 46-dır. Buradan da qadının cinsi hüceyrəsində 46 bərabərdir 44 üstəgəlinsin XX. Deməli, ilkin cinsiyyət hüceyrəsində 2 dənə X-ə rast gəldik. Uşaqlığın əzələ hüceyrəsində, uşaqlıq qadına məxsus bir orqandır. Ona görə uşaqlığın əzələ hüceyrəsində də XX-ə rast gələrik. Sarı cisim hüceyrəsində, sarı cisim də qadına məxsus vəzlərimizdir və orada da XX-ə rast gələrik. Dölün göbək ciyəsi hüceyrəsində bizim dölümüz oğlandır və dölün göbək ciyəsində artıq oğlana aid olduğu üçün XY olacaqdır. Yəni D olmayacaqdır. Deməli, burada düzgün cavabımız A, B və C olacaq. D variantını işarə edərik. Sağ olun, təşəkkürlər.